Kimyəvi reaksiyaların təsnifatı. 2 və ya daha çox bəsit və ya mürəkkəb maddədən bir mürəkkəb maddənin alınması ilə gedən reaksiyalar birləşmə reaksiyalarıdır. Ümumiyyətlə, reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan maddələrin sayının və tərkibinin dəyişməyinə görə reaksiyaların təsnifatı belədir. Birləşmə, parçalanma, əvəzetmə və mübadilə dəyişmə reaksiyaları. Birinci reaksiyamız birləşmə reaksiyası. 2 və ya daha çox bəsit və ya mürəkkəb maddədən bir mürəkkəb maddənin alınması ilə gedən reaksiyalar birləşmə reaksiyaları, yəni sintez reaksiyaları adlanır. Burada maddə əmələ gəlir. Yeni maddə əmələ gəlir. 2 maddədən yeni bir maddə əmələ gəlir. Burada nümunələrə baxaq birləşmə reaksiyalarına. Misal üçün, burada verilib hidrogen üzərinə gərək xlor alınır, H-xlor. SO3 üzərinə gərək H2O alınır, H2SO4. Kuprum üstə gərək oksigen, H2O, CO2 alınır. Kuprum OH2, CO3. Baxın, burada artıq 4 maddənin birləşməsindən əmələ gəlir. Bizim də qaydamızda deyildiyi kimi 2 və ya daha çox bəsit və ya mürəkkəb maddənin birləşib bir mürəkkəb maddə əmələ gətirməsi ilə gedən reaksiyalardır. Birləşmə reaksiyalarında elementlərin oksidaşma dərəcəsi dəyişə də bilər, dəyişməyə də bilər. İkinci reaksiyamız parçalanma reaksiyasıdır. Bir mürəkkəb maddədən 2 və ya daha çox bəsit və ya mürəkkəb maddənin alınması ilə gedən reaksiyalar parçalanma reaksiyaları adlanır. Buna analizdə deyilir. Baxaq nümunələrə. Misal üçün, suyun parçalanma reaksiyası 2H2O parçalanır H2O2. Kuprum OH2 parçalanır kuprum H2O. Kalium NO3 parçalanır kalium NO2 O2. Parçalanma reaksiyalarında elementlərin oksidaşma dərəcəsi dəyişə də bilər, dəyişməyə də bilər. Üçüncü reaksiyamız əvəzetmə reaksiyalarıdır. Bəsit maddə atomlarının mürəkkəb maddədəki elementlərdən birinin atomlarını əvəz etməsi ilə gedən reaksiyalar əvəzetmə reaksiyaları adlanır. Nümunələrə baxaq. Misal üçün, kalium üzərinə gəlirik H2O, alınır kalium OH, H2. Burada kalium hidrogenin birini əvəz elədi və yeni 2 maddə əmələ gəldi. Ferium üzərinə gələk kuprum SO4, alınır kuprum üzərinə gələk ferium SO4. Burada kuprum feriumu əvəz elədi. Kalium brom üstə gələk xlor, alınır kalium xlor üstə gələk brom. Burada xlor bromu əvəz elədi. Əksər əvəz etmə reaksiyalarında elementlərin oksidaşma dərəcəsi dəyişir. Bəzi əvəz etmə reaksiyaları 2 mürəkkəb maddə arasında gedərsə, burada ola bilər ki, dəyişməsin. Misal üçün, kalsium CO3 üzərinə gəlirik silisium O2, alınır kalsium silisium O3, üstə gələk CO2. Burada elementlərin oksidaşma dərəcəsi dəyişmir. Bir birləşməyə də baxaq. C6H6 üzərinə gəlirik HNO3. Burada xüsusi şəraitdə olur, temperatur və qatı sulfat turşusu iştirakı ilə. C6H5NO2 üzərinə gələk H2O. Yəni, burada əvəz etmə reaksiyasıdır. Dördüncü reaksiyamız dəyişmə, mübadilə reaksiyasıdır. 2 mürəkkəb maddənin tərkib hissələrinin dəyişməsi ilə gedən reaksiyalar mübadilə dəyişmə reaksiyaları adlanır. Nümunələrə baxaq. Kalium 2S üzərinə gəlirik H-xlor, alınır kalium xlor, üstə gələk H2S. Natrium xlor üzərinə gəlirik argentium NO3, alınır argentium xlor, üstə gələk natrium NO3. Əksər mübadilə reaksiyalarında elementlərin oksidaşma dərəcəsi dəyişmir.